2016-cı ildə məndə bəygəlin olmuşdu. Hər ikisi danışma və eşitmə məhdudiyyətli idilər. Yəni musiqini tamamilə eşitmirdilər. Mən onları 2 saata hazırladım. Həmin bu dance ability. Rəşid Behbudovun evlənirdilər, bəyəcən rəqs istəyirdilər. Rəşid Behbudovun mahnısı idi, Əziz Dostmaz. Onları 2 saata hazırladım. Hətta onlar musiqini o dərəcədə eşitmirdilər ki, mən əlimi belə magnitofona vuranda elə bilirlər mahnı başlayır, onlar başlayırlar oynamağa. Mən toyda onları əllərlə idarə eləmişəm. Gəl, amma mənə heç vaxt baxmayıblar. Onlar yalnız bir-birinə baxırlar, sadəcə məni kənardan hiss ediblər. Mən dirijorluq elədim toyda. Həmişə deyirlər ki, biz utanırıq oynamağa. Deyirəm, siz eləyin. Bizim deyir, nəslimizdə heç vaxt oynayan olmayıb. Deyirəm, siz eləyin, görün hamı oynayacaq, yoxsa yox. Davamlı olacaq. Yəni, siz... Və görürlər ona. Siz başınıza tac qoyun, sizdən sonra hamı tacı qoyacaq. Siz qırmızı fata taxın, hamı taxacaq. Məsələn, mən ən çox sevdiyim şeydir qırmızı duvaq. Duvaq həmin o fatadır. Qırmızı rəng. Biz zaten xınayaqda dedilər onu. Qırmızı duvaq. Ağ paltarla qırmızı duvaq. Çox gözəl görsən. Doğrudan deyirsiniz. Əvvəldən elə olub da. Əvvəldən belə olub. Hal-hazırda toy sezonudur deyə. Hər gün yeni rəqslər qurulur. Çünki 1 saatdan bir yeni tələbə gəlir. Dünənlərim günorta saat 1-də başlamışam. Gecə saat 1-ə qədər dərs demişəm. Heç yəni yarım saat belə boşluq olmayıb. Çox romantik rəqslər istəyirlər və o cütlüklərin hamısının eyni musiqi seçməsinə səbəb yenə də eyni şeydir. Baxır, başqasında görür, deyir, məndə də belə görünəcək. Hətta bunu gəlinlikdə də belə deyirlər. Baxır hansısa gəlinə, deyir ki, mən də belə görünmək istəyirəm. Baxmır, yaraşar. Amma gərək nəzər alsın ki, onun boyu 1.60-dır, oradakı qızın boyu məsələn 1.80-dir və onu nəzərə almır. Rəqsdə də belə olur. Musiqi seçəndə baxır, kimdəsə yaxşı alınıb, məndə də yaxşı alınıb. Xeyr, belə olmalı deyil. Siz musiqini seçəndə elə seçəsiniz ki, sizin sümüyünüzə düşsün. Dərin təşəkkürlər, hörmətli İftixar müəllim Rəsulov. Dərin təşəkkürlər ki, gəldiniz. Mən təşəkkür edirəm. Çox sağ olun dəvətiniz üçün. Çox xoş keçsin. Belə pozitiv və enerjiniz həmişə belə yüksəkdə olsun. Təşəkkürlər. Minnətdarıq sizə.